Bəzən həyat bir balın belə hesabını soruşur. Mən 2 il öncə sertifikasiya imtahanı verdim. 51 bal lazım idi. Amma 50 bal topladım. Və bu 1 bal mənim 35% maaş artımımı aldı. Deməli, sertifikasiya imtahanının qaydaları açıqlanarkən qeyd olunmuşdu ki, 5 ili tamam olmuş müəllimlər sertifikasiyadan keçəcək. Səhv etmirəmsə, 2023-cü ildə Bakı Abşeronda işləyən müəllimlər imtahan verdi, 2023-cü ildə isə bölgələrdə işləyən müəllimlər. Həmin il mənim 5 ilim tamam olmamışdı və belə bir qayda da var idi ki, analıq məzuniyyətindən qayıtmış və İşə qayıtdığı müddət 1 il olmamış müəllimlər imtahan verməyəcək. İyun ayında 5 il tamam olmuş müəllimlər imtahan verdi. Mənim də bütün iş yoldaşlarım, ibtidailər yəni imtahandan keçdi. Mən isə düşünürdüm ki, artıq gələn il imtahan verəcəm. Hazırlaşıb həm MİQ, həm də sertifikasiya imtahanını verərəm. Amma bir anda bütün qaydalar sanki mənə əks getdi. Avqust ayının 1-i ya 2-si idi, xəbər gəldi ki, 3 ili tamam olmuş müəllimlər bu ayın sonu imtahan olunacaq. Yenə də arxayınam ki, analıq məzuniyyətindən yeni qayıtmışam, mən bu imtahana düşmürəm. Qaynar xəttə zəng edib maraqlandım və dedilər ki, siz qanuni məzuniyyəti istifadə etmişsiniz, əlavə öz hesabınıza məzuniyyət götürmədiyiniz üçün bu qayda sizə şamil olunmur. Və budur. 1 ay vaxtım var, 8 aylıq körpə uşaqla köməksiz bir ana imtahana hazırlaşmalıdır. Sertifikasiya imtahanlarında əldə olunan nəticələr sadəcə rəqəmlərdən ibarət deyil. Onlar həm də psixoloji yük, sosial gözləntilər və peşəkar motivasiyanın güzgüsüdür. 1 ay əlimdən gələn qədər hazırlaşmağa çalışdım. Bunu da qeyd edim ki, 30 baldan aşağı bal yığan müəllimlər imtahandan kəsilmiş hesab olunur. 1 illik şans verilir, 1 ilin sonunda yenidən imtahan olunur və bu dəfə də 30 bal keçə bilmədisə işinə xitam verilir. 30-dan 50-yə qədər bal yığan müəllimlərin maaşına 10%, 51 bal və yuxarı yığan müəllimlərin maaşına 35% artım tətbiq olunur, maksimum bal isə 60 baldır. Və imtahan günü gəldi çatdı. Həyəcanlı deyildim, ixtisas suallarını rahatlıqla işləmişdim. İmtahanın sonlarına yaxın zalda bir müəllimin vəziyyəti pisləşdi və bu andan sonra məndə sanki həyəcan yaranmağa başladı. Və imtahanın sonu. Kompüterin düyməsini sıxdım, 50 bal. O an içimdə nəsə qırıldı. Evə qayıtdım, sonradan düşündüm. Bəlkə də bu dayanmaq deyil, daha güclü getmək üçün siqnaldır. Bəzən uduzduğunu düşünürsən. Amma o uduzma səni yeni mərhələyə aparan pilləymiş. Əgər sən də indi hansısa uğursuzluğun içindəsənsə, unutma. Bu sənin sonun deyil. Uğursuzluq bəzən sadəcə bir nəticə deyil. O, uğurun başlanğıcı ola bilər. Belə əziz izləyicilər, əgər videonun sonuna qədər izlədinizsə, kanala abunə olub videonu bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.